Bu gün Azərbaycanın milli mətbəxinin ən dadlı təamlarından biri olan Qarabağ kətəsi hazırlayıram. Qaba 200 ml illıqdan bir qədər isti süd, azca duz, 1 xörək qaşığı quru maya, 1 xörək qaşığı şəkər tozu, 2 xörək qaşığı un əlavə edirik. Mayanı südün içərisində tam həll etdikdən sonra üzərinə dəsmal salıb 2-3 dəqiqə müddətində mayanın aktivləşməsini gözləyirik. Maya aktivləşdikdən sonra üzərinə 100 qram şəkər tozu, yəni 200 qramlıq stəkan ölçüsünün yarısıyla. 1 ədəd yumurtanı bütöv, birini isə yalnız ağını əlavə edirik. Sarısını üzəri üçün saxladıq. 100 qram əritdiyim çörək yağını əlavə edirəm. Qeyd edim ki, yağ əriyib tam soyduqdan sonra istifadə etdim. Öncədən ələdiyim 1 stəkan un əlavə edirəm və yenidən bir qədər qarışdırdıqdan sonra daha 3 stəkan un əlavə edəcəyəm. Bir bağlama vanildən də istifadə etdik. İndi isə xəmir yoğururuq. Çətənin xəmirinə mən ümumilikdə 5 stəkan undan istifadə etdim. Ola bilsin sizdə bir qədər az və ya mənim istifadə etdiyimdən bir qədər çox un istifadə olunsun. Yaxşı olar ki, siz də unu az-az əlavə edərək xəmir yoğurasınız. Xəmir ələ yapışmayan, lakin yumşaq bir xəmir olmalıdır. Sərt xəmir yoğurmaq olmaz. Xəmir toparlandı, artıq hazırdır. Üzərinə streç film və dəsmal salıb isti yerdə təxminən 1 saat müddətində mayalanmasını gözləyirik. Xəmir mayalanıb hazır olana qədər biz də içliyi hazırlayaq. Qaba 1 stəkan un, 100 qram. Otaq temperaturunda olan çörək yağı, 1 bağlama vanil əlavə edib ilk öncə əlimizlə umaç hazırlayırıq. Hazırlamış olduğum bu içlikdən sonda bir qədər qaldı. Əgər artıq qalmasını istəmirsinizsə, siz 200 qramlıq stəkan ölçüsünün başı 2 barmaq əskik un, 80 qram çörək yağından istifadə edə bilərsiniz. Un və çörək yağı hazır olduqdan sonra üzərinə mən 1 stəkan şəkər tozu əlavə etdim. Siz şəkərin miqdarını bir qədər azalda bilərsiniz. Ovucunuzda sıxdıqda əgər toparlanırsa, deməli içlik hazırdır. Xəmir də artıq mayalandı. İlk öncə bütün mayalı bişintilərdə olduğu kimi xəmirin havasını alırıq. Hazırlamış olduğumuz çətədən maya qoxusu gəlməsin deyə. Xəmirin havasını aldıqdan sonra mətbəx tərəzisindən istifadə edirəm. Həmin çəkiyə uyğun hissələrə ayırıram. Mən 5 ədəd, hər biri 250 qram olmaqla kündə hazırladım. Əgər sizdə mətbəx tərəzisi yoxdursa, gözəyarda kündələri hazırlaya bilərsiniz. Kündəni hazırladıqdan sonra 15-20 dəqiqə müddətində üzərinə streç film və dəsmal salıb yenə də yer maya salmasını gözləyirik. Xəmir yer mayasını yaxşı aldıqdan sonra həm xəmiri istifadə etmək, yəni çətəni hazırlamaq daha asan olur, həm də daha gözəl, yumşaq çətələr alınır. Xəmir yetər qədər mayalandıqdan sonra kündənin birisini alaraq yağdan, undan istifadə etmədən İstəsəniz sona qədər əlinizdə aça bilərsiniz. Mən bir qədər əlimlə açdıqdan sonra oxlovdan istifadə etdim. Kündəni açmağa başlamazdan öncə fikir verirsiniz. Yəni xəmirin masaya qalan hissəsi xəmir açdıqdan sonra içəri hissəyə qalmalıdır. Üzəri daha hamar, daha gözəl çətələr alınsın deyə. Xəmiri tərs çevirdim. Qeyd etdiyim kimi masaya qalan hissənin üzərinə hazırlamış olduğum içlikdən təpələmə 3 xörək qaşığı yerləşdirirəm və üzərindən yüngül bastırdıqdan sonra çətəyə forma verirəm. Xəmiri kənarlardan əlimə yığaraq yaxşı sıxıram. Yaxşı sıxmaq lazımdır ki, bişən zaman içlik kənara dağılmasın. Üzərindən əlimizlə bastırdıqdan sonra yenə də oxlovla açmağa davam edirik. Ara bir xəmiri çevirərək hər iki ucundan açırıq. Xəmiri oxlovla açdıqda görəcəksiniz ki, xəmir sanki içərisindən oynayır. İçərisində içlik və hava olduğundan bir qədər oxlovla açmaq çətin olsa da narahat olmayın, yavaş-yavaş açıb hazırlayın.
Üçünü hazırladıktan sonra soba tavasına yerləşdirib, üzərinə dəsmal və streç film salıb, yenə də otaq temperaturunda 20 dəqiqə müddətində gözlədirəm. Bu arada 1 ədəd yumurta sarısının üzərinə 1 xörək qaşığı süd əlavə edib çaldıqdan sonra, kətələr yetər qədər mayalandıqdan sonra üzərinə hazırlamış olduğumuz yumurta və süd qarışımı fırça ilə çəkirəm. Üzərinə çəngəllə naxış vurduqdan sonra yersiz qabarmalar olmasın deyə çəngəllə bir neçə yerdən dəlik açıram. Öncədən isidilmiş sobada 170-180 dərəcə temperaturda alt-üst rejimdə üzəri və alt hissəsi qızarana qədər bişirdim. Milli mətbəximizin ən dadlı təamlarından biri olan Qarabağ kətəsi bişib hazır oldu. Bişdikdən sonra, yəni isti-isti üzərinə dəsmal salıb tam soymasını gözləyirik. Soyduqdan sonra nuş etmək olar. Hazırladığım bu Qarabağ kətəsi çox insana qismət oldu. Dadan hər kəs də ləzzətini həqiqətən çox bəyəndi. Sizlər də bu reseptlə rahatlıqla hazırlayıb nuş edə bilərsiniz. İstər Ramazan, istər Novruz bayramı, istəsəniz adi günlərdə də tez zamanda hazırlaya bilərsiniz. Belə asan, ləzzətli təamlardan anında xəbərdar olmaq istəyirsinizsə, sizlərdən xahişim kanala abunə olub, videonu bəyənib, fikirlərinizi şərh bölümündə bizimlə bölüşsəniz şad olarıq. Bu günlük bu qədər. Hələlik.